Hə, bugün Həbiblə 10-cu dərsimiz. Artıq gördüyünüz kimi çoxsun qorxduq. Arzu elədik 20 yanvara gəlmişik. 10-cu dərsdə tam sərbəst sürü. Həb qeyd edim ki, sıfırdan gəlib, hə, noldan. Bizdən ki, maşın sürməmişdi. Bax 10-cu dərsdəyik, artıq 20 yanvardayıq. Başdan deyim uşaqlar, Həbibin 18 yaşı var. Dəqiq desək, gələn ay 18 olacaq da, dəqiq danışaqdır. Gələn ay 18 olacaq, çünki bu dəqiqə yazıcılar yorumlarda. Müəllim, 15 yaşım var, gəlim, 17 var, 16 var. İcazə 18 yaşlandı dostlar, ona görə Həbib cavan görsəm, amma gələn ay 18 olacaq. Paşda 18-dir. Bu da bizim məşhur 20 yanvarımız. Və gördüyünüz kimi, bax, sıxlıq da öz yerində, həmişə kimi. Maşallah olsun, bax, mən heç nə müdaxilə eləmirəm, mənim ayaqlarım qıraqda, əllərim qıraqda. Həb özü maşallah idarə. Həb təəssüratlar necədir? Mənim super çox rahat. Aha, əlaçı. Hə. Amma gələndə heç həvəsin yox idi, hə? Gələndə yox. Amma artıq Gələndə nə oluyordum? hədə sıfırdan gəlib, yenədən bax, bugün 10-cu dərsimizdir uşaqlar. Rovna 10-cu dərsimiz. Bax, gördüyünüz kimi 20 yanvarda tələsmirik Həbib. Tam sərbəst şəkildə Allahın izni ilə maşınımızı sürürük. İnşallah maşını idarə. Oyun olsun öz maşını var. Tezliklə, tezliklə sağ-salamat sürəsin. Əla. Düppədiz davam edirik.